30 sentyabr 1978 gecəsi Kaliforniya yaxınlığında balay sırasında yollarını azan bir cütlük sıx meşənin ortasındakı magistralda maşınla irəliləyir. Maşının faraları və ay işığından başqa yolu aydınlatacaq heç nə yoxdur. Cütlük maşınla irəlilərkən birdən qarşılarına qolları havada, amma əlləri olmayan lümlüt və başdan aşağı qanlar içində olan bir qız çıxır. Yanlış eşitmədiniz. Bu qızın əlləri yox idi. Sanki bir qorxu film səhnəsini yaşayan cütlük şok və qorxu içində donub qalır. Bu qız axı kim idi? Bu vaxt burada nə işi var idi? Bu sualın cavabını öyrənməzdən əvvəl video xoşunuza gəlsə videonu bəyənməyi və kanala abunə olmağı xahiş edirəm ki, unutmayın. 15 yaşındakı Mary Vincent ailəsindən küsüb Los Angelesə babasının yanına getmək istədiyində tarix 29 sentyabr 1978-ci il idi. Anasına və atasına xəbər vermədən evdən çıxan Mary cibində pulu olmadığı üçün əlində cənuba doğru getdiyini bildirən bir yazı ilə avtostop çəkməyə qərar verib qarşıdan gələn maşınlara baxırdı. Bir neçə dəqiqədən sonra mavi rəngdə bir yük maşını sürən bir adam Mary ilə birlikdə eyni tərəfə getmək istəyən 200 nəfərin yanına yaxınlaşdı. Bu adam biraz kök, saçları tökülmüş, 50'li yaşlarında olduğuna görə Mary'yə mehriban, dost canlı, zərərsiz biri kimi göründü. Bu adamın adı Lawrence Singleton idi. Yük maşını boş görünürdü, amma Lawrence sadəcə bir nəfərli yer olduğunu deyib sadəcə Mary'ni götürmək istəyirdi. Maşına minə bilməyən digər 2 nəfər Mary'yə səni aparmaqda bu qədər həvəsli olan bir adamla tək başına getmək təhlükəlidir desə də, gənc qız bu sözləri təəssüf ki vecinə almadı və Lawrence'in maşınına oturdu. Beləliklə səyahətləri başlamış oldu. Mary Lawrence'in maşın sürdüyü əsnada alkol içməsini, ona yanaşmasını görməzdən gələrək düz yolda getdiklərindən məmnun bir şəkildə yuxuya daldı. Bir neçə saat sonra diksinərək oyanıb yola baxdığında qorxmağa başladı. Yoldakı nişanlar və yazılar ona danışdıqları yerin tam tərsi bir şəkildə getdiklərini göstərirdi. Mary qorxuya düşmüş bir şəkildə oturacağının yan-yörəsinə baxarkən gözü ucu kəskin, nazik bir dəmirə sataşdı. Dərhal dəmiri götürüb Lawrence'in boğazına uzatdı və onu geri götürməsini istədi. Lawrence fərqində olmadan sərf edərək yolu itirdiyini qəbul etdi. Mary'nin dediyini edib rotanı düzəltdi. Ancaq çox çəkmədi ki, maşını kənara çəkib ayaq yolu adı ilə maşından düşdü. Bu arada günəş batmış, hava isə artıq qaralmışdı. Lawrence getmədən əvvəl Mary'yə maşından düşməsini, biraz gəzib ayaqlarına istirahət verməsini məsləhət gördü. Dayandıqları yol çox tənha və qaranlıq idi. O anda Mary'nin ağlına bir fikir gəldi. Əgər qaçsa, ondan daha sürətli qaçacağından əmin idi. Qaçmağa hazırlaşdığı bir anda ayaqqabılarının birinin bağının açılmış olduğunu gördü. Maşından düşüb ayaqqabının bağlarını bağlamaq üçün əyildiyində Lawrence'in əlində bir baltayla səssizcə arxasından gəldiyini görə bilmədi. Lawrence Mary'nin belinə baltanın tərs tərəfi ilə bir neçə zərbə endirdi. Aldığı zərbələr sonrası Mary huşunu itirərək yerə yıxıldı. Bir neçə dəqiqədən sonra yük maşınının arxasında oyananda əlləri bağlı və lümlüt bir haldaydı. Lawrence'in ona bundan sonra nə elədiyi məlumdur. Anladığınızı düşünürəm. Ona görə narahat edici detallara girməyəcəm. Ağlamağını, sərbəst buraxılması üçün yalvarışını, heç kimə deməyəcəyinə dair verdiyi sözləri görməzdən gələn Lawrence ona təkrar hücum etdi. Mary başda huşunu itirmiş olsa da digər hücumlar əsnasında oyanıq idi. Zaman keçib sabah olanda Mary yatdığı yerdən günəşin işığının yük maşınının camlarından içəri sızmasını izlədi. Bir neçə dəqiqədən sonra Lawrence qapını açıb Mary'yə sərbəst olmaq istəyirsən, səni sərbəst buraxacağam deyərək onu arxa oturacaqdan çəkib çıxarıb əllərindəki ipi açdı. Mary sərbəst qalacağı üçün rahatlaşsa da birdən Lawrence'in əlində bir balta gördü. Şərəf yoxsunu bu adam balta ilə onun sol qoluna vuraraq dirsəkdən aşağı nahiyədən bu qolunu kəsdi. Çarəsiz Mary şok olmuş vəziyyətdə dözülməz bir ağrı ilə qanın qolundan aşağı axmasını izlədi. Xəyal belə edilməsi çətindir, bilirəm, ancaq hələ bitməyib. Lawrence ardından Mary'nin sağ qoluna hücum etdi. Amma Mary bu səfər yerində durmamağa, ağlamağa, qışqırmağa, Lawrence'in əlini tutmağa çalışdı. Ona görə də sağ qolunun kəsilməsi daha çox ağrılı və daha uzun çəkdi. Avazı çıxdığı qədər qışqırdı. Bəlkə bir ümidlə biri onu eşidər deyə düşündü. Qan axmasından gözləri qaralıb yerdə ölü kimi yatdığı bir
bir anda Lawrence'in onun kəsilmiş iki əlini irəli geri sallatdığını dumanlı bir şəkildə görə bilirdi. Lawrence son bir barbarlıq edərək onu çiyninə alıb 30 metrəlik bir uçurumun kənarına gətirib onu oradan aşağı atdı. Mary sərt bir betonun üstünə düşmüşdü. Bu əsnada Lawrence onun indi ölməsə belə birazdan öləcəyini düşünərək qaçaraq oradan uzaqlaşdı. Sərt betonun üstünə düşən Mary möcüzəvi bir şəkildə həyatda idi. Betonun üstünə düşdüyü üçün dörd qabırğası sınmış, qollarından isə qan axmağa davam edirdi. Qolundan axan qanı saxlamalı olduğunu bilirdi. Ona görə qanı donana qədər bir neçə dəqiqə qolunu torpağa batırdı. Əlləri olmadan çətin olsa da birtəhər qollarının yarasını palçıq sürtdü. Möcüzəvi bir şəkildə parlaq fikri işə yaradı. Qanama hələlik də olsa dayandı. Daha sonra böyük bir iradə ilə qollarından dəstək alaraq dik bir yoxuşu dırmanmağa başladı. Harda olduğu barəsində isə heç bir fikri yox idi, amma yoldan keçən maşın səslərini eşidib səsə doğru irəlilədiyində gözlərində anidən bir ümid işığı parladı. O vəziyyətdə yuxarı dırmaşması bir neçə saat çəkdiyindən hava artıq qaralmış, ağrısı isə xəyal belə olunmayacaq bir vəziyyətə çatmışdı. Nəhayət təpəyə çıxdıqda qanamanın qarşısını almaq üçün qollarını yuxarı qaldırıb kömək axtarmağa başladı. Təxminən 5 kilometrəyə qədər tənha yolda irəliləmişdi ki, içində 2 nəfərin olduğu bir maşının yaxınlaşdığını gördü. Amma bu 2 nəfər yol ortasında qorxu film səhnəsindən çıxmış kimi duran bu lümlüt qızı görüb qorxmuş olacaq ki, gəldikləri sürətlə də onun yanından keçib getdilər. Ümidsizliyə qapılan Mary öləcəyindən çox qorxurdu. Gücü tükəndiyindən yerə sərilmişdi. Sonra daha bir maşının faralarının işığını dumanlı şəkildə gördü. İşıq getdikcə ona yaxınlaşırdı. Son gücü ilə ayağa qalxan Mary yenidən qollarını yuxarı qaldırdı. Videonun əvvəlində qeyd etdiyim yollarını azan o cütlük qaçmaq yerinə qızın yanında saxladı. Təcili şəkildə maşına minməsinə kömək etdilər və qanamasını saxlamaq üçün dirsəklərinə dəsmallar bağladılar. Daha sonra ən yaxın telefon qovşağına gedib təcili yardıma zəng edib vəziyyəti bildirdilər. Onlar da Mary'ni tez şəkildə xəstəxanaya çatdırması üçün xilas etmə helikopteri göndərdilər. Xəstəxanaya çatdığında bədənindəki qanın yarısından çoxunu itirdiyi və qalan qanın da zəhərli hala gəldiyi öyrənildi. Hücum əsnasında bədəni və zehni parçalanmış, amma yenə də necəsə həyata tutunmuşdu. Xəstəxanada bir neçə gün sağalma prosesi keçirdikdən sonra dirsəkdən aşağı nahiyəsinə protez qollar taxıldı. Bu prosesdə sadəcə protez qollara alışması üçün yox, keçirdiyi sarsıntı və travma ilə mübarizə apara bilməsi üçün aylar çəkən terapiya prosesi başladı. Ona hücum və işgəncə edən adamın kimliyinə dair heç nə bilməsə də, Lawrence'in üz cizgilərini ən incə detallarına qədər xatırlayırdı. Mary'nin danışmasından sonra mətbuatda canavar adı verilən bir robot şəkil yaradıldı. 10 gün keçməmişdi ki, bu robot şəkil Lawrence'in bir qonşusu tərəfindən görüldü, heç vaxt itirmədən vəziyyəti polisə bildirdi. Polis bu məlumat üzərinə Lawrence'in evinə girdi. Başlanğıcda etdiyi cinayəti boynuna almadı təbii olaraq. Amma hər şey bir tərəfə şok içində idi. O qız ölmüş olmalıydı. Axı necə oldu ki, o qız o dərədən sağ çıxdı, həm də Pirus olaraq polisi onun kim olduğunu deyə bildi. Başqa bir qonşusunun köməyi ilə polis gəlmədən əvvəl yük maşınını çoxdan təmizləmiş olsa da, Mary'yə aid olunan yanmış geyim əşyası qalıntısı tapıldı və Lawrence sorğu-sual olunması üçün həbs edildi. Sorğu-sual əsnasında belə bir şey yaşandı. Bəli, onu maşınına mindirdiyini boynuna aldı. Lakin fərqli bir senaryo quraraq onun avtostopçu yox, bir fahişə olduğunu söylədi. Ona hücum edib ölmə tərk etdiyini isə əsla boynuna almadı. Amma tək şübhəli olduğu üçün həbsdə qalmağa davam etdi. 6 ay sonra Mary ağzına qədər dolu olan bir məhkəmə salonuna girəndə onu öldürməyə çalışan o adamı o hadisədən sonra ilk dəfə görürdü. Lawrence isə öldürmək istəyib, amma öldürə bilmədiyi o qıza quduz bir it kimi baxırdı. Daha sonra Mary məhkəmə salonunda başından keçən hər şeyi danışdıqdan sonra Lawrence ona həyatının sonuna qədər də davam eləsə, səni öldürəcəm deyə fısıldadı. Sonda Lawrence insan qaçırma, cinayətə cəhd və zorakılıq ilə günahlandırılsa da, Kaliforniyanın o vaxt verə biləcəyi ən yüksək cəza olan 14 il həbs cəzasına məhkum edildi. Hakim əgər əlində olsa, ona ömürlük həbs cəzası verə biləcəyini belə dilə gətirmişdi. Mary'nin bütün bu olanları unutması çox uzun çəkmişdi. Ailə qurdu və bir övladı oldu. Həyatı çox xoş keçirdi ki, eşitdiyi bir xəbər onu alt-üst etdi.
Lawrence onsuz da az olan 14 il həbs cəzasının cəmi 8 il 3 ayını çəkdikdən sonra sərbəst buraxılmışdı. Bu hal Kaliforniya insanını çox narahat etmişdi. Lawrence getdiyi heç bir şəhərdə qəbul görmürdü, amma bura ucu bucağı olmayan Amerikadır. Lawrence'in getməyə çox yeri var təbii ki. Bir neçə ildən sonra öz şəhəri Floridaya geri gələrək Bill adını istifadə etməyə başladı. Orada Kaliforniyadakı qədər tanınmadığı üçün bir müddət də olsa səssiz bir yaşam sürdü. Amma bu vəziyyət Mary üçün eyni değildi. Lawrence'in azadlıqda olduğunu öyrəndiyi gündən tez-tez şəhər dəyişməyə başlamışdı. Məhkəmə salonunda Lawrence'in ona fısıldadığı sözü yaddan çıxara bilmir, gecə yuxular görür, psixologiyası tamamən çökür, bu azmış kimi isə evliliyi də dağılmışdı. Və sonda təəssüf ki, Mary'nin qorxusu gerçək oldu. Amma qurban bu dəfə Mary yox, 31 yaşında 3 uşaq anası olan Roxanne Hayes idi. 1997-ci ilin fevral ayının 19-unda artıq 69 yaşında olan Lawrence'in evində qəribə səslər eşidən bir adam dərhal 911-ə zəng edib şikayət etdi. Polis Lawrence'in evinə gələndə Lawrence qanlar içində qapını açdı. Polis onu oradaca həbs etdi. Yenə yalandan bir senari uydurub 31 yaşlı qadının onu bıçaqlamaq istədiyini, bıçağı ondan alarkən sərfən onu yaraladığını və hətta öldürdüyünü dedi. Mary gənc qadın Roxanne Hayes'in adına Lawrence'ə qarşı ikinci dəfə ifadə vermək üçün gizləndiyi yerdən çıxıb Floridaya getdi. Təxminən 20 il sonra ona hücum edən bu adamla bir daha üzləşdi. Lawrence duyğusuz bir şəkildə qarşısında oturarkən Mary sağ əlini qaldırıb onu işarət etdi. Ardından onu özünə hücum edən adam olduğunu bildirərək ən başdan hekayəsini danışdı. 4 saat çəkən müzakirənin ardından Lawrence birinci dərəcəli cinayətlə günahlandırıldı və edam cəzasına məhkum edildi. Ancaq Lawrence'in edam cəzası heç vaxt gerçəkləşmədi. Çünki 2001-ci ilin dekabr ayında xərçəngdən öldü. Son nəfəsinə qədər soyuq və duyğusuz olan bu adam başqalarına yaşatdığı caniliyə görə bir dəfə belə olsa peşmanlıq hissi keçirməmişdi. İndi siz deyin, bu şərəf yoxsununun edam edilməsi üçün ikinci bir qadına da mı zərər verməsi lazım idi? Mary Lawrence'in ölümündən sonra nəhayət ki rahat bir nəfəs aldı. Yeni nəsil protez qollar almağa pulu yetməsə də özünə soyuducu və musiqi alət setlərindən gözəl bir protez qol düzəltdi. Şəkil çəkməyi, portret hazırlamağı öyrəndi. Bu alışqanlıq onu yaşadığı travmanı yeridə qoymağa çox kömək etdi. İndi sizə bir sual verəcəm. Maşınla gecə vaxtı tənha bir yolda irəlilərkən qarşınıza Mary'nin taleyini yaşayan bir qız çıxsa, ondan qorxub qaçardınız, yoxsa bütün təhlükəni, hər şeyi gözə alıb ona kömək edərdiniz? Rəylərdə mütləq yazın. Növbəti qaranlıq bir tarixdə görüşənədək qaranlığın izindəyəm.